İndi tutturanlar yəqin ki bugün çox sevinirlər. Yəqin ki rahat yatarsınız. Yaxşı oğlanın dustağı olmaz bu arada, onu da deyim sizə. Tanınmış şair Nazilə Səfərli sosial şəbəkədə Arzum ləqəbi ilə tanınan tiktoker İlduza Hacıyevanın 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi xəbərinə sərt reaksiya verib. Amma yenə də inada da, yəni düşmən uğrunda qələbədə axı insan bir uğur olmalıdır da bu həyatda. Bu da sizin uğurunuz oldu. O gözə görünməz var ha. Çox yaxında o özünü sizə göstərəcək. Şair şəxsi sosial şəbəkə hesabında paylaşdığı videoda qarşı tərəfi barışıq addımı atmamaqda və 4 uşaq anasını amansızcasına həbs etdirməkdə günahlandırıb. Nazilə Səfərli yaydığı video müraciətdə məhkumun 4 övladının anasız qaldığını vurğulayaraq zərər çəkmiş tərəfə səslənib. Arzunu müdafiə eləmirəm, amma o 4 balanı ki anasız qoydunuz, şikayətinizdən əl çəkmədiniz, tərəfin biri dünyasını dəyişib deyə o qız tutuldu. Qanun pozuntusu filan yoxdur, amma bağışlaya bilərdiniz. Bağışlamaq üçün ürək lazımdır, ürək. Yoxdur sizdə. Bir can gedirsə, bir can da yatmalıdır deyə inad elədiniz. Səfərli qəzanın əsl səbəbinin sürət həddinin aşılması olduğunu iddia edərək, bu həbsin arxasında sadəcə bir inad və qisas hissinin dayandığını bildirib. O, yaxşı oğlanın dustağı olmaz, böyüklük bağışlamaq idi. O gözə görünməz var ha, çox yaxında o özünü sizə göstərəcək. Cəmaət deyəcək ki, arzumun aha tutdu sizi deyə kəskin fikirlər ifadə edib. Xatırladaq ki, sözügedən ağır yol nəqliyyat hadisəsi 2025-ci il iyun ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Hadisə zamanı Amal Məlikovun idarə etdiyi Mercedes markalı avtomobil idarə etmədən çıxaraq beton maneəyə çırpılıb. Qəza nəticəsində 24 yaşlı sürücü Amal Məlikov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan həyat yoldaşı Sənubər Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aparılan istintaq və məhkəmə araşdırmaları nəticəsində qəzaya səbəbkar qismində tanınan bloger İlduza Hacıyeva barəsində 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarılıb. Məhkəmə bu qərarı verərkən cinayətin ağır nəticələrini və zərər çəkmiş tərəflə hər hansı bir barışığın əldə olunmamasına əsas gətirib. Bəzən insanları bilib-bilmədən qınayırsınız. Heç vaxt elə bir şey etməyin. Kimsə həyat yoldaşından ayrılır, qınayırsınız. Kiminsə başına iş gəlir, qınayırsınız. Ümumiyyətlə, mən ayrılmağın tərəfdarı deyiləm. Ailələrin dağılmağın tərəfdarı qətiyyən deyiləm. Bunu biləsiniz. Bu sözləri musiqiçi Hüseyn Məhəmmədoğlu sosial şəbəkə hesabında paylaşdığı videoda deyib. O bildirib ki, bir kişi həyat yoldaşından sadəcə namus üstündə ayrıla bilər. Kişi bir halda öz həyat yoldaşından ayrılar, o da öz namusuna görə, başqa heç nəyə görə. Aparıcı Mətanət Əlverdiyeva bacısının ağır diabet xəstəsi olduğunu açıqlayıb. Aparıcı təsir dairəsi proqramına gələrək bacısının müalicəsindən danışıb. O bildirib ki, bacısının İstanbul Enes Klinikasının endokrinoloqu Sevinç Əhmədova ayağa qaldırıb. İnsan ölürdü, komaya düşürdü, aparar şəkərin dərəcəsini göstərmirdi. O qədər yuxarı qalxmışdı. Ayaqları dolaşıb, yıxılır, ancaq evdə yatırdı. İstanbul Enes Klinikasına müraciət etdim. Bacım çox kaprizlidir, getmirdi. Endokrinoloq Sevinç Əhmədova müayinə etdim. Düzgün diaqnoz qoydu. Bacımı ayağa qaldırdı. Bacım mənə çox dayaqdı. Gəlir bizə. İndi görürəm ki, diribaş olub. Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhdə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda Nazilə Şəmsiyeva şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkənlə, yəni nişanlımla yataq otağında oturmuşdum. Qardaşım əlində bıçaqla nişanlımın üstünə hücum çəkdi. Digər qardaşımın yoldaşı ilə ona mane olmağa çalışdıq, lakin nişanlımın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirdi. Birtəhər ona mane olduq və bıçağı əlindən aldıq. Ona görə də cinayətini tam başa çatdıra bilmədi. Daha sonra təqsirləndirilən şəxsin anası şahid qismində dindirilib. Oğlum aprel döyüşləri, eyni zamanda 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olub. Başında travmaları var.
Hadisə günü mən başqa yerdə idim və olayın şahidi olmamışam. Mənə məlumatı da qızım verdi. Bildirdi ki, Araz qızımın nişanlısını bıçaqlayıb. Dərhal evə gəldim, artıq qızımın nişanlısını xəstəxanaya aparmışdılar. Daha sonra polis idarəsinə çağırıldıq. Məhkəmənin növbəti iclası iyulun 7-sinə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib. Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29-120.2.2 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və 29-120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb.